Hər vaxtınız xeyir olsun. Bu günləri 4-cü dərsin videosunu çəkəcəm. Çox uzun olmayacaqdı. Artıq biz indiyə qədər öyrəndiyimiz məfhumları bir tık irəliyə aparacağıq və possessiv, yəni mənsubiyyət əvəzliklərini öyrənəcəyik bu günləri. Həmin mənsubiyyət əvəzliklərini biz indiyə qədər öyrəndiyimiz əşyaların üzərində tətbiq eləyəcəyik. Bir də bu günləri qohumluq əlaqələrini öyrənəcəyik. Məsələn, ata, ana, ondan sonra qardaş, bacı və s. və ilaxır. Burada da görəcəyiniz kimi qadın və kişi cinsləri olacaqdır. Əgər kişi cinsli hər hansı bir əşyadan və yaxud da kişi cinsli hər hansı bir qohumluq əlaqəsindən danışırıqsa, aşağıdakı mon ton son, mənim tutaq ki, bura telefon yazıram, telefon. Mənim telefonum desəm, mon telefon. Hətta xatırlayırsınız, biz demişdik ki, S ifadəsi vardı. S ifadəsi bu sözlərə bir canlılıq verir və feil əlavə edir. Məsələn, burada yazmışam mon telefon, mənim telefonum deməkdir sadəcə. Amma demək istəsəm ki, bu mənim telefonumdur. Bunun qarşısına qoyacağam S. Olacaq c'est mon telefon. Bu mənim telefonumdur. Tamam? Bu mənim telefonumdur. Ondan sonra demək istəyirəm ki, bu sənin telefonundur. C'est ton telefon. Təbii, intonasiyanı azcana dəyişdirsəm, olacaqdır sual cümləsi. C'est ton telefon. C'est ton telefon. Bu sənin telefonundur. C'est mon telefon. Bu mənim telefonumdur. C'est son telefon. Onun telefonudur. Görəcəksiniz ki, qadın cinsində mənim, sənin, onun dedim indi kişi cinsi üçün. Sonra bizim, sizin, onların da vardı. Notre, votre, leur. Notre, votre, leur qadın və kişi cinsinə görə dəyişmir. Tamam, yəni bir dənə bu 3 dənəsi dəyişir, ona görə başda yazdım. Donc c'est notre telefon. Bu bizim telefonumuzdur. C'est votre telefon. Artıq bura yazılıbdı, yazmıram. Bu sizin telefonunuzdur. C'est leur telefon. Bu onların telefonudur. Yazıram ya da. C'est. İndi bura maraqlı bir şey yazdım. Çoxlu adam bir telefon. Çoxlu adam bir telefon. Tamam, bunu niyə yazdım? İndi izah edəcəm sizə. Əgər çoxlu adam və çoxlu telefon olsa, tutaq ki, çoxlu adam və 5 telefon. 5 telefon. Onda bunun cəmini işlədəcəyik. Olacaqdır və təbii avtomatik olaraq bunu da dəyişdirəcəyik. Çünki keçdik cəmə. Nətər olacaqdır? Xatırlayırsınız, cəmdə işlədəndə olurdu söz son. Söz son bizim telefonlarımızdır, hətta bizlərin telefonlarıdır, belə desək də. Söz son not telefon. Tamam, çoxaldı. Yəni çoxlu adam və çoxlu telefon. Bunun məntiqini izah etmək istəyirəm sizə. Eyni şey bu aşağıdakı votre üçün də olacaqdır. Yəni bunun cəmi olacaqdır. Vos telefon, leur S yazırıq. Tələffüzündə bir dəyişiklik yoxdur. Leur telefon. Hə, deməli, çoxlu adam 5 telefon. Belə bir məntiqlə irəli çıxdım. Başa düşə bilməyimiz üçün. İndi davam edək. Çoxlu adam yenə 5 telefon. Kopyalayıram, yazam, daha asan olur. Aha, çoxlu adam 5 telefon. Ce sont vos telefon. Bunlar sizlərin telefonlarıdır. Yenə eyni şey. Çoxlu adam 5 telefon. Ce sont leur telefon. Bunlar onların telefonlarıdır. Voilà. Burada da c'est mon telefon. Mən təkəm. Telefon da təkdir. Amma tutaq ki, mən tək olsam, telefonlar çox olsa 5 telefon. Hə, deyəcəm ki, ce sont mes telefon.
Eyni şey. Eyni şey. Mən təkəm, yenə 5 telefonum vardı. Yazacağım ki, pardon, sən təksən, 5 dənə telefonun vardı. Ce sont tes téléphones. Bunlar sənin telefonlarındır. Eyni şey. Üçüncü bir şəxs. Qadın ola bilər, kişi ola bilər. Biz əşyaların cinsinə baxırıq. Ce sont ses téléphones. Bunlar onun, yəni adam təkdir. Bunlar onun telefonlarıdır. Diqqət yetirin buna. Onun telefonlarıdır. Adam təkdir. 5 dənə telefonu var. Amma burada adam çoxdur. Onlardır. 5 dənə də yeni telefon var. Ce sont leur telefon. Bu dəyişilir. Hə, yaxşı. Rezümə eləmək gərəkirsə. Mənim telefonum, sənin telefonun, onun telefonu, bizim telefonumuz, bizlərin telefonları. Belə deyirəm ki, daha yadda qalan olsun. Bizim telefonumuz, yəni biz çoxuq, 3 nəfərik tutaq ki, bir dənə telefonumuz var. Bizim telefonumuz. Sonra biz yenə çoxuq, amma telefonumuz da çoxdur. Bizlərin telefonları. Onlar çoxdular. Bir dənə telefonları var. C'est leur telefon. Onlar yenə çoxdur. Telefonları da bu dəfə çoxdur. C'est leur telefon. Axırına bir dənə s qoyuruq. Tələffüzündə dəyişiklik olmuş. Bunlar onların telefonlarıdır. Bu öz yerində. Tamam, bunu öyrəndik. Bu okey. İndi sizə bir dənə şeyi göstərim. Qadın cinsində olanda prosto mon ton son dəyişilib olacaqdı. Mon ton son dəyişilib olacaqdı. Butulka sözü var idi. Ətrafımızda olan butulka idi. Ma bouteille. Mənim butulkam. Ta bouteille. Sənin butulkan. Sa bouteille. Onun butulkası. Qalan notre, votre, leur yazmıram. Çünki dediyim kimi onlar dəyişilmir. Əsas dəyişilən bu 3 dənəsidir. Mon ton sondur. Dəyişilir olur. Ma ta sa. Ha, bu da öz yerində. C'est ma bouteille. C'est ta bouteille. C'est sa bouteille. Ha, всё. Bu da öz yerində. İndi bir dənə istisna vardı. Dedik ki, bu kişi cinsində olan deməli əşyaların və yaxud da insanların, məhfumların qarşısına mon ton son qoyacağıq. Prosto əgər saitlə başlayan hər hansı bir isim olsa, amma qadın cinsində olsa, tutaq ki, armoire. Armoire şkaf deməkdir və şifaner deməkdir. Və bu qadın cinsindədir, amma normalda biz ma ta-sa işlətməliydik, amma saitlə başladıq üçün biz bunun qarşısında mon ton son işlədəcəyik. Bu belə bir istisnadır. Okay? O saitlər deyəndə də ki a var, ö var. Ondan sonra h hərfini biz sait kimi götürürük. Ya bunu mən sizə demişdim, bir də təkrar edeyim. Fransız dilində h-yı biz sait kimi davranır. H samit olsa da sait kimi davranır. Sonra o var, i var. Başqa nə var? Y var. Y-yi də biz sait kimi davranır, sait kimi götürürük. Hə, ağlıma gələnlər bunlar idi. Yəni sait, harda sait görsəniz, qısacası biləcəksiniz ki, mon ton son işləyəcəksiniz. Sanki kişi cinsindədir. Hə, qadın cinsində olsa da. Hə, qrammatika bunun üzərinə çox getmirəm. Əsas öyrənməli olduğumuz şeylər bunlardır. Mon ton son, notre, votre, leur, ma, ta, sa, notre, votre, leur. Bu birinci hissə. İkinci hissədə sadəcə vokabüler olacaqdı biraz. Vokabüleri deyirəm, dəftərinizə yazarsınız. Sonra nə edəcəyik? İşləyəcəyik. Une femme qadın həyat yoldaşı. Qadın həyat yoldaşı. Arvad sözünü xoşlamıram, çox pardon. Ekvivalentini də tapa bilmədim. Un mari kişi həyat yoldaşı. Tamam.
Ondan sonra un frère, qardaş, une sœur, bacı, des enfants, uşaqlar cəmdədir. Une fille, un fils. Une fille qız deməkdir. Un fils sondakı s-yı oxuyuruq. Un fils oğul deməkdir. Oğul. Qız, oğul. J'ai un fils, mənim bir oğlum var. J'ai une fille, bir qızım var. Des parents cəmdə valideynlər deməkdir. Une mère, ana, maman da deyirlər. Un père, ata, papa da deyirlər. Des grands-parents, nənə babalar. Des petits-enfants, nəvələr. Bunun içərisinə çox girməyibdi. Əgər siz sual versəniz dərs prosesində, məsələn, nənə, baba və nəvə sözlərində öyrənərik, amma səthi keçibdir. Səthirdə dayanaq, çox irəliyə getməyə, çox yormaq istəmirəm sizi. Hə, bu belə. Sonra aşağıda ailə vəziyyətləri vardı. Célibataire. Je suis célibataire. Mən subayam. Je suis en couple. Mən münasibətdəyəm. Münasibətdə olmaq. Je suis marié. Mən evliyəm. Je suis marié. Sonuna bir dənə ö qoyuruq. Qadın cinsində evliyəm. Je suis paxé. Fransız dilində paxé vardı. Azərbaycan dilində yoxdur. Bu paxé birlikdəlik deməkdir. Rəsmi birlikdəlik. Evli olmadan rəsmi birlikdəlik. Yəni evliliyə oxşuyur, amma biraz fərqlidir. Müqavilə falan olmur. Voilà, kişilər və qadınlar birlikdəlikdə ola bilirlər. Rəsmi olaraq birlikdəlik paxé edə bilirlər. Je suis paxé, je suis paxé. Divorcé, mən boşanmışam. Séparé, mən ayrılmışam. Bunların fərqi odur ki, divorcé rəsmi olaraq boşanmaqdır, séparé ayrılmaqdır sadəcə. Veuf dul deməkdir kişi cinsində, veuve qadın cinsində dul deməkdir. Sağ tərəfdə maraqlı təsvir elementləri, sifətləri vardı. Un homme, kişi, une femme, qadın, grand, kişi cinsində böyük, uca, grande, axırına bir dənə ö qoyuruq və d-yı oxuyuruq, olur grande, qadın cinsində böyük. Petit, kişi cinsində balaca, petite, qadın cinsində balaca. Blond, kişi cinsində sarı saç, blonde, qadın cinsində sarı saç. Brun, kişi cinsində qumral, brune, qadın cinsində qumral. Roux, kişi cinsində kürən, rousse, qadın cinsində kürən. Jeune, jeune'ün axırında zaten ö olduğu üçün qadın və kişisi dəyişilmir. Cavan deməkdir, gənc deməkdir. Âgé, âgé yaşlı deməkdir və bunun axırına bir dənə də ö qoyuruq, tələffüzündə heç bir dəyişiklik olmur. Âgé qadın cinsində yaşlı deməkdir. Aşağıya da bonus olaraq yazdım. Belle-mère, qaynana, beau-père, qaynata, beau-frère, qayın deyirlər, hə? Buna deyəsən qayın. Belle-sœur, belle-sœur, gəlin, bir də şeyə də deyirlər, həyat yoldaşının bacısına da belle-sœur deyirlər. Bunu sadəcə yazdım bonus olaraq, bunun üzərində zaten işləməyəcəyik çox. Demi-sœur, ögey bacı, demi-frère, ögey qardaş. Hə, bu qədər. Evdə mənim istədiyim şey sizdən odur ki, özünüzü təsvir eləyəsiniz, özünüz haqqında danışmağa çalışasınız. Məsələn, öz ailəniz haqqında danışa bilərsiniz. Artıq vokabulerimiz vardı, bilirsiniz. Gələn dərsdə də zaten belə tətbiq eləyəcəyik. Ola bilər ki, qruplara ayrılarıq. Artıq bu dəfə məncə hazırıq. Qruplara ayrılıb hər hansı bir şəkil üzərində işləyərik. Məsələn, deyə bilərsiniz ki, j'ai deux enfants. Donc, c'est mon fils, c'est ma fille. Ondan sonra nə deyə bilərsiniz? C'est mon papa, c'est ma maman. Özünüzü təsvir eləyə bilərsiniz. Je suis grand, je suis grande, je suis petit, je suis petite.
Je suis une femme, je suis un homme. Je suis blond, je suis blonde, je suis brun, je suis brune. Je suis rouge, je suis rousse, je suis jeune, je suis âgé. Bunların hamısını deyə bilərsiniz. Sonra bura gəlirsiniz. Je suis célibataire, je suis en couple, je suis marié, je suis paxé. Sonra öz yaxınlarınız haqqında danışa bilərsiniz. Tutaq ki, nə bilim, burada kim var? Mon frère. Tutaq ki, qardaşınız var. Deyirsiniz ki, mon frère, il est grand, il est blond. Ondan sonra, il est jeune, il est en couple, il a un fils, deyək ki, bir oğlu var. Il a un fils. Son fils, hə, bax indi uje görürsüz daha irəliyəcək. Il a un fils, son fils a 5 ans, onun oğlunun 5 yaşı var. Son fils mesure 1m50, onun oğlunun boyu 1.50'dir. Son fils pèse 50 kilo, onun oğlu 50 kilodur. Belə də, yəni istifadə edirsiniz, vokabulyar gəlir, istifadə eləmək lazımdır, yazmaq lazımdır. Nə dəftərə götürürsüz, yazırsınız, silirsiniz. Başqa yolu yoxdur vallah. Praktika eləmək üçün məcbursunuz ki, təkrar eləyəsiniz, özünüzdən ideyalar çıxardasınız. Hə, ideyalar çıxardasınız deyəndə məsələn baxırsınız, əşyalar öyrənmişdik. Xatırlayırsınız, bax burada əşyalar var. Hə, bu əşyalar. Bax, ay sağ ol, burada əşyalar var. Deyirsiniz ki, məsələn, c'est mon stylo. C'est mon stylo. Ce sont ses lunettes. C'est mon porte-monnaie. C'est ton petit parapluie. C'est mon peigne və s. və s. İşləyirsiniz, praktika edirsiniz. Ətrafınızdakı əşyaları, ətrafınızdakı tanıdığınız qohum adlarını, münasibətlərinizi, bu mənim atamdır, bu mənim anamdır, bu mənim bacımdır, qardaşımdır, bu mənim qızımdır, bu mənim oğlumdur. Qızımın neçə yaşı var, oğlumun neçə yaşı var, qızımın, atamın, anamın boyu nə qədərdir, böyükdürmü, kiçikdirmi, saçı nə rəngdədir. Bütün bunları yavaş-yavaş işləyin. Oldu, sağ olun, gecəniz xeyrə qalsın, dərsdə görüşmək üzrə.